Həyatda yaşadığımız müəyyən xoşagəlməyən situasiyalar və yaxud bizi qıcıqlandıran insanlar, bizə müəyyən hisslər yaşadan insanlar əslində bizə bir mesaj ötürmək istəyirlər. Əgər biz bu mesajı vaxtında görüb onun həllini tapırıqsa və ediriksə, o zaman bu mesaj artıq bizə gəlməyəcək. Yox, əgər biz burada ancaq şikayətlə, dava ilə, dalaşla, küskünlüklə reaksiya veririksə, onda bu mesajın digər müəllimlər tərəfindən yenidən bizə veriləcəyi haqqında sadəcə məlumatlanın. Belə bir kitab var, Radikal Bağışlanma, və o kitabda deyir ki, sənə sonuncu pislik edən adam əslində sənə yaxşılıq eləyir. Sən ona minnətdar olmalısan. Və niyə yaxşılıq eləyir? Çünki sənin içini sənə göstərir. Əgər sən burada içini, o dəyərsizliyini, o günahkarlığını, o içəridəki narahatlığını görürsənsə və bunun hardan qaynaqlandığını tapırsansa, o zaman məsələni həll etmən ehtimalın böyükdür. Yox, əgər yenə də sən davadasansa, yenə də sən intiqamdasansa, yenə də sən başa düşmürsənsə, sənə hansı mesaj ötürülür, nələri dəyişdirməlisən, o zaman həyat daima sənə bunu təkrar olaraq göstərəcək. Ta ki, sən bu məsələni həll edəcəksən.